Hoş gördük mənim əzizlərim. Bugün sizlərə mən Lənkəranımın şair oğlu Əli Heydər bəy Qayıbov yaradıcılığından gözəl bir şeir paylaşıram mənim əzizlərim. Əli Heydər bəy yazır ki, insanın əsli, kökü, soyadı onun kimliğinin nişanəsidir. Əgər xarabdırsa nəsli, zatı, ettiği her pislik bəhanəsidir. Ona kömək etmek istesen de sen baş aça bilmezsen kələklərindən. Min calaq vursan da ağaca üstten kökünde cır qalmaq ənənəsidir. Ürəyi qaralar ağ görə bilməz, alçaq təpə görər dağ görə bilməz. Daxilan xəstələr sağ görə bilməz, ucalıq böyüyün təntənəsidir. Əli Heydər, sözlərin qılıncdan iti, kəsəri yerində mövqeyin qəti, tutmursan nadanlar səndə hikməti, demək naşıların zəmanəsidir. Demək naşıların zəmanəsidir. Sağ olun dostlar.